əsl insanlığı görmək istəsən. Süfrəsi çörəkli, barlı bəhərli. Qəlbi sözlə dolu, şair ürəkli. Şairlər vətəni Beyləqana gəl. Dəyərli izləyicilərimiz, bugün biz kəndimiz verilişindən Beyləqan rayonundan sizləri salamlayırıq. Hər vaxtınız xeyirli olsun. Sən məni bağladın bu yerə, bu göyə, ilahi. Sən mənə göz verdin dünyamı sevməyə. Geçilmez yollardayan, yollardayan gitme. Sen bana dil verdin adına, dualar etme. Oldu nəfəsli diyarı, ocağına can qurban Azərbaycan. Əzizsən də əyilməyən vüqarımsan, uçağına canım qurban Azərbaycan. Savaşlardan anlaşı çıxan zaman tarixlərə bağışladın neçə qurban. Şuda bir parçası əsir qalan torpağına canım qurban Azərbaycan. Hər uğurun gələcəyə bir yol açır, hər dost elə xoş niyyətin işıq saçır. Hər millətə, hər məzhəbə isti açır, qucağına canım qurban Azərbaycan. Neçə gizli sərvət. Dəyərli izləyicilərimiz, kəndimiz layihəmizlə biz bugün Beyləqan rayonunun 1-ci Şahsevən kəndindəyik. Və elə necə deyim, təbii olaraq da ilk dəfə yolumuzu elə məhz 1941-ci ildə qəhrəmancasına həlak olmuş Sovet qəhrəmanı adı alınır Gəray Asadovun ev muzeyindən yolumuzu saldıq. Belə deyək, elə uşaqlığımızdan hər birimizin kitablardan, dərsliklərimizdən bizə qəhrəmanlığa aşılayan qəhrəman oğullarımızdan biri məhz Gəray Əsədov olur. İndi mən sözü verirəm Akif müəllimə, özünüzü təqdim edin. Gəray Əsədovun qardaşı Əsədov var. Deməli, Gəray Əsədovun ev muzeyi 1984-cü il 9 mayda açılışı olub. Bu muzeyin tikilişi, onun yaranması bizim dahi demək olar ki, belə vətənpərvər oğlu rəhmətli Məhəmməd Əsədov, necə ki, o vertolyot qəzasında ermənilər tərəfindən vurulan vertolyot qəzasında dünyasını dəyişmişdi. O 84-cü ildə 1984-cü bizim Mihranov rayonunun 1-ci kafir işləyirdi. Həmin o vaxt o mənim rəhmətlik Gülarə nənəmə, Gəray Əsədovun anasına etiqat olan mən onu gözəl bir muzey tikəcəm və həmin ili 1984-cü ildə bax həmin bu muzeyi o deməli tikib istifadəyə verib, onun içəridə muzeydə həmin açılışda var, onun açılışında var. Bu muzeyə demək olar ki, Azərbaycanın hər yerindən gəlinir. Sovet dövləti dövründə də demək olar ki, bütün respublikalardan bura gəlmişdilər. Hələ vaxt əvvəl Ulu öndərimiz də bu muzeyi ziyarət eləmişdi o vaxtlar buranın.
ziyarət eləmişdik. Deməli, Cəray Əsədov 1942-ci ilin bizə gedib müharibəyə. 1944-cü ildə Rumıniyanın alınmasında iştirak edib, baş serjant olub, özünün dəstəsi olub və rəhbərlik elədiyi dəstə olub. 1944-cü il Rumıniyanın Markada şəhərinin alınmasında ona bir stansiyanın alınması ona həvalə olunub, onun dəstəsinə, komandasına demək. Deməli, həmin Rumuniyada, həmin Markada şəhərinin, həmin stansiyanın alınmasında bunlar hücuma keçirlər. Hücum vaxtı düşmən düzotu problem yoxdur. Bunlara imkan vermir ki, əskərlər başlarını qaldırıb hücuma keçsinlər. Cəray Əsədov bir neçə qumbaranı götürür, bağlayıb, bir neçə qumbaranı götürür, həmin düşmən düzotuna tərəf sürünür və qumbaranı atır, düşmən düzotu susur. Ondan sonra onun yanında olan başqa bir düzot başlayır bizim əskərləri vurmağa. Vaxt yoxdur, Cəray Əsədov, Sovet qəhrəmanı Cəray Əsədov vətən uğrunda deyərək sinəsi ilə düşmən pulemyotunu susturur. Həmin vaxtda bütün əskərlərimiz hücuma keçirlər və həmin stansiyanı, həmin nöqtəni alırlar, strateji nöqtəni alırlar. 1945-ci il mart ayının 24-də Ali Sovetin fərmanı ilə, Ali Sovetinin fərmanı ilə ona bölümündən sonra Sovet qəhrəmanıdır. Və o demək olar ki, Azərbaycandan gedən 700 min Azərbaycan oğulları içindən olan Sovet qəhrəmanlarından biridir. O bizim demək olar ki, bizim Azərbaycanımızın fəxridir. Bütün dünyada onu tanıyırlar. Rumıniyanın Markada şəhərində onun abidəsi var, məzarı var. Elə bir vaxt yaranıb ki, bizim Sovet hökumətinin dövründə bizim bu kənddən bir nəfər həmin onun abidəsi olan hissədə deməli hərbi xidmət edir. İndi bu muzey demək olar ki, 84-cü ildən fəaliyyət göstərir. Muzeyə ilk dəfə 2 il mənim bacım deməli baxıb rəhbərlik edir. Bütün abadlılar 86-cı ildən mən özüm bu müzeyə baxıram, bunun nə lazımdır, bütün şəraitin. İndi yaqın operator göstərək çəkilir, hamısı gül, çiçək, nəsə lazımdır. 9 mayda bura baxırsan cənnət olur. Kəndimizdən birinci və ikinci Qarabağ müharibəsində şəhid olan bizim gənclərimizin abidəsi var. Elə bax bu Cəray Əsədovun abidəsinə görə, buradakı müqəddəs yerə görə onların da abidəsini bax, elə bir gözəl yerdə qoyulub. Elə orada özüm baxıram, nəzarət edirəm, baxıram nə lazımdır gənclərimizə. Onlar bax burada, onlar məktəbli olublar. Bax burada muzeyə gəlib keçsə, burada vətənpərvərlik ruhunda böyüklər. Dəyərli izləyicilərimiz, kəndimiz verilişinin çox möhtəbər tamaşaçıları. Verilişimiz davam edir. Verilişimizin çox möhtərəm də qonaqları var. Gözəl ay yaşayırıq. Mart ayı, bayramlar ayıdır. 11 ayın sultanı Ramazan ayının gözəl günlərini, hər anını xoş yaşayaq. Xoşbəxt yaşayaq. Analarımızın daim üzü gülsün. Allah şəhidlərimizə rəhmət eləsin. Onlar bizim fəxrimizdir. Və bu gün də bu şəhidlərimizi dünyaya gətirən qəhrəman analar bu Ramazan ayında bizim qonağımızdır deyək. Mən bir daha bir haşiyə çıxmaq istəyirəm. Biz hal-hazırda 1-ci Şahsevən kəndində yerləşən Kənan Şadlıq Sarayındayıq. Və bu möhtəşəm gözəlliyi, şəraiti bizə yaradan buranın rəhbərliyi Məzahir müəllimə mən təşəkkür edirəm. Var olsun deyirik. Belə oğullarımız var olsun ki, gözəl analarımızı unutmurlar. Mən hər bir Azərbaycanın qeyrətli şəhid analarının qarşısında baş əyirəm. Hər birinin əlindən öpürəm.
var olun deyirəm. Nə yaxşı ki varsınız. Siz nə qədər ki varsınız, yaşayırsınız, bizim şəhidlərimiz də hər zaman bizim aramızdadır. Var olasınız. Benim sevdiğim vardı. Benim sevgilim vardı. Ana, ben şehit oldum. Yerim güzeldi. Zeki ağlama. Canım, canım sevgilim, bağışla beni, seni tek koydum. Vatan, vatan sağ olsun. İlahi askerlerimizi koru. Vatan sağ olsun. Dəyərli izləyicilərimiz, mən Beyləqana gələrkən elə layihəmizin hazırlanması zamanı bir qəlbimdən şeir keçdi. Beyləqana gəl. Mən tez-tez Beyləqan rayonunda oluram, yəni həm mənə doğmadır, əzizdir. Beyləqan həm qəhrəmanlar yetirən bir torpaqdır. İnsanları çox zəhmətkeşdir. Müqəddəs torpaqdır ona görə ki, burada Peyğəmbər ziyarətgahı var. Və mən bunları bir misra olaraq, belə deyim, vərəqə düzdüm, cümlələri, kəlmələri və bir şeir yarandı. Və mən istəyirəm ki, o şeir bugün burada səslənsin və analarımız da ona bir dəyər versinlər, qiymət versinlər. Sizlər üçün gəlsin o şeir istəyirəm. Əsl insanlığı görmək istəsən, süfrəsi çörəkli, barlı bəhərli, qəlbi sözlə dolu şair ürəkli, şairlər vətəni Beyləqana gəl. Saf sevgi, məhəbbət görmək istəsən, şirin arzulara çatmaq istəsən, özündə tək güvən tapmaq istəsən, Peyğəmbər ziyarətinə Beyləqana gəl. Dostluqda hörməti, dosta ülfəti, insana verilən dəyər qiyməti, əsl gözəlliyi görmək istəsən, gözəllər diyarı Beyləqana gəl. Vətənə məhəbbət, vətənə sevgi, yaranmış bu torpaqda ilahi sevgi, qəhrəman oğullar və vətən eşqi, şəhidlər yetirən Beyləqana gəl. Ramlə atəşin vətən sevgisi, bəllidir hər kəsə saf əqidəsi, Allahın bizlərə xoş hədiyyəsi, şükürlər söyləyən dillər susmasın, vətəndən uzaqda qərib olmasın. Mən Beyləqan rayonunun 1-ci Şaxsevən kəndinin Məmmədova Təranə, şəhid Məmmədov Eminin anasıyam. Mənim oğlum 44 günlük müharibənin 37 günün qəhrəmancasına döyüşüb, Şuşanın azad olunmasında şəhid olub. Mən oğlumla fəxr edirəm. Mən fəxr edirəm ki, mənim oğlum 44 günlük müharibədə, yəni ki, torpaqlarımızın azad olmaq uğrunda döyüşdü, şəhid oldu. Oğlumla fəxr edirəm. Mən şəhid Temrov Mansurun anası yeganə anayam. Mənim də oğlum Mansur 44 günlük müharibədə şəhid oldu. Hərbi hissədə işləyirdi. Sürücü idi. Skora sürürdü. Hadrut istiqamətində şəhidlərimiz yaralarımızı çıxardarkən özü də o istiqamətdə şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət məqamları uca olsun. Biz analara da səbir dözüm versin ki, balalarımızı yaşadaq. Siz də var olun, çox sağ olun ki, biz şəhid anaları yad edirsiniz. Mən 1-ci Şaxsevən kəndinin Əliyev Məhəmməd Məhərrəmoğlu, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının əskəri 2022-ci ildə dekabrın 11-də öz işini icra edərkən, iş zamanı, xidmət zamanı qəhrəmancasına şəhid olmuşdur. Allah bütün cəm şəhidlərimizin ruhunu şad eləsin, məqamlarını uca eləsin, analarına, valideynlərinə, cəm şəhid sevərlərin hər birisinə Allah səbir versin. Qazilərimizə Allah şəfa versin, veteranlarımıza Allah can sağlığı versin. Mən Quliyeva Mətanət Hüseynov rahibin anasıyam. Mənim oğlum 44 günlük müharibədə
Füzuli uğrunda gedən döyüşlərdə igidlik göstərərək şəhid olmuşdu. Onun igidliyin hamı bilir ki, Allah cəm şəhidlərimizə məkanın cənnət eləsin, ruhları şad olsun. Rəhimova Cəmlə Əzimov Cavanşirin anasıyam. Oğlum 44 gün müharibədə rəhmətə getdi. Oğlum elə bil ki 4 il hərbidə işləyib. Ondan sonra 44 günlükdə də Füzuli şəhid oldu. Ona fəxr edirəm belə bir oğlum. Ağlamayın. Onlar ölməyib, onlar yaşayırlar. Üzünü də görmədim. Mən Quliyeva Vəsilə, şəhid Muradın anası, Quliyev Murad, Füzulinin Qızılqaya kəndində qəhrəmanca şəhid oldu balam. Balamız bizim başuca. Allah səbir versin. Onlar hər birimizin başucağımızdır. Şəhidlər başımızın tacıdır. Abdullayeva xatirə, Abdullayev Hikmətin anasıyam. Mənim oğlum elə hərbidə işləyirdi, tankist idi. Onun da gedən döyüşlərdə də tankın da həlakı oldu. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Allah şəhidlərimizin yerindən olsun. Onların hamısı bizim balalarımızdır. Əliyeva Nüşabə, şəhid Fətizadə Fətinin anası. Mənim balam 44 günlük müharibədə iştirak elədi, yaralandı. Antiterrorda şəhid oldu. Bir oğlum da qazidir. Allah bütün qazilərə can sağlığı versin, şəhidlərimizin yerini cənnət eləsin, analara da səbir versin. Hüseynova Yeganə Talbov Talvın anasıyam. Oğlum Xocavənddə şəhid olub. Bütün şəhidlər mənim babamdır. Allah onların yerini cənnət eləsin. Hamısı ilə fəxr edirəm. Bizim kəndin oğullardır hamısı. Hamısının qarşısında baş əyirəm. Şükürova Fatih, Şükürova Azərin anasıyam. Qubadlı, Cəbrar Qubadlı istiqamətində şəhid oldu. Evin tək oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün də əziz günlərdən biridir. Bayaqda qeyd elədiyimiz kimi hər birimizin müqəddəs Ramazan ayıdır, gözəl aydır, ruhların dinçlik tapan aydır. Ona görə də mən burada oturan analarımızın hər birinə səbir diləyirəm. Siz məğrur qalın ki, şəhidlərimizin də ruhu dincəlsin. Allah onların məkanını cənnət eləsin. Mənim çox deyiləcək sözlərim vardı, ürəyimdə qaldı. Mübarək olsun. Mənim bir vətənim var, Azərbaycanım, doğma diyarım, ana.
Əziz analarımız, gözəl analarımız, bugünkü bu gözəl şəraiti bizə yaradan gözəl bir insan var. Onu hamımız tanıyırıq, hamınız daha gözəl tanıyırsınız. Bu kəndimizin oğludur, elimizin oğludur. Biz hamımız onunla fəxr edirik. Bu gözəl Ramazan ayında bu gözəl süfrəni o sizlər üçün gözəl süfrəsini açdı. Ona görə ki, yəni bu bir hörmətdir, bu bir dəyərdir, sizə verilən bir dəyərdir. Biz də alqışlayırıq Məzahir müəllimi, var olsun deyirik, qazancı daha da bol olsun. Və Məzahir müəllimin sizə bir deyəcəkləri var. Mən özüm də öz televiziyamız adından, Dünya Televiziyası adından Məzahir müəllimə dərin təşəkkürümü bildirirəm ki, elə bizlərə də öz qapısını açdı. Bir kəlmə sözümüzlə var olsun, bizi də qiymətləndirdi, dəyərləndirdi və bizə bu gözəl şəraiti yaratdı ki, siz analarla gözəl bir gün keçirə bildik. Buyurun Məzahir müəllim. Zamilə xanım, borcumuzdur birincisi. Əvvəla xoş gəlibsiniz hamınız bu əziz gündə, əziz ayda, 11 ayın sultanı Ramazan ayının bu xoş günündə xoş görüşdük sizdən. Gözümüzdə həmişə yeriniz var. Nə vaxtı, nə çətinliyiniz olsa, nə sözünüz olsa, mən canla başla sizin yolunuzda hazıram. Allah sizin ölənlərinizi, sizin ölənlər də öyle bizim hamımızın ölənləridir. Yiğit qəhrəman oğullarımızı Allah rəhmət eləsin. Allah sizə də can sağlığı versin, Allah sizə səbir versin, dözüm versin. Bilirəm, ağır dərddir, amma neynəmək olar? Vətən üçün hamımız canımızı fəda eləməyə borçluyuq. Bu günləri, bu 44 günlükdə onların taliyinə, o qismət onların taliyinə düşdü. Bilmək olmaz, həyatdır, yaşayarıq, görərik. İnşallah bir daha bizə bu müharibəni, bu acı günləri göstərməsin. Allah prezidentimizin canı sağ eləsin. Milli ordumuzu var eləsin. İgid oğlanlarımız var olsunlar. Bu 44 günlükdə bizim alnımızı açıq, üzümüzü ağ elədilər. Vətənimizi müdafiə elədilər. İşğal olmuş torpaqlarımızı yağı düşməndən azad elədilər. Bir daha Allah onları rəhmət eləsin. Ramilə xanım, sizə də təşəkkürümü bildirirəm. Siz Dünya TV olaraq bizi seçdiyiniz üçün minnətdarlığımızı bildiririk. Siz də bu elin qızısıyız, biz də bu elin oğluyuq, biz bu kəndin, bu rayonun övladlarıyıq. İstəyərik ki, həmişə bizim xoş sədamız gəlsin, sizin xoş sədanız gəlsin. O verilişləriniz daim olsun, axarlı olsun. Və mən bir dənə təklif eləmək istəyirəm Ramilə xanım. Bu ay 11 ayın sultanı Ramazan ayıdır bu ay. Ayın 19'u Ramazan bayramıdır. O Ramazan bayramında hamı yəqin ki, hamı öz evində olmağı məsləhət olar. Mən belə qərara gəldim ki, sizi ayın 18'i dəvət eləyim. Tək sizi yox, sizin ailə üzvlərinizi, nəvələrinizi, nəticələrinizi, övladlarınızı, ailənizi, kimin nəyiniz var, qohum əqrəba, kim istəyirsiniz, götürün gəlin ayın 18'i biz burada bayram eləyək. Sizlə bir yerdə, bu şəhid analarla bir yerdə bizə böyük bir fəxr olar ki, sizlə bir yerdə Ramazan bayramı qeyd edək. Çox sağ olun.
Dəvətimizi qəbul edib gəldiyinizə görə təşəkkür edirik. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Ramila xanım, sizə də minnətdarımızı Mən bildiririk. sizə minnətdaram Məzari müəllim. Görürsünüz ki, nə qədər böyük ürəyiniz var ki, siz növbəti belə bir məclisi bu gözəl analarımızla bir yerdə qeyd eləmək istədiniz. Gözəl Novruz bayramımızı, bizim bahar bayramımızı, bu gözəl, bundan daha gözəl nə ola bilər Azərbaycanımız üçün, bizim üçün? İçimizdən gəldi, Hə. içimizdən gələn şey. Çox sağ olun, var olun. İnşallah müəllimin dediyi tarixdə görüşmək ümidi ilə sizinlə bugün xudafizləşirik. İnşallah yenidən görüşənə qədər. Sağ olun.